26 fevral, o qanlı gecə. Böyük bir faciə gördü Xoçalı. Yer göydə ağladı onun halına. Viranə şəhərə döndü Xoçalı. İpi başqasında olan düşmənlər o gün Xoçalıya hücum etdilər. Nə qocan, nə qadın, uşaq demədən yüzlərlə məsumu şəhid etdilər. İşgəncə verdilər, əzab verdilər. Bu cür vəhşiliyi tarix görmədi. Nə qədər körpələr yetim qaldılar. Çoxunun taleyi heç bilinmədi. Bu cür faciəni unutmaq olmaz. Bu bir soyqırımdır dünya sussa da. Misli görünməmiş bu vəhşiliyi bizlər unutmarıq, kim unutsa da. Cəzasız qal. Xoçalı soyqırımının 34-cü il dönümünə həsr olmuş sərhəd mərasimi başlayır. Xoçalı soyqırımı 1992-ci il 26 fevral tarixində 1-ci Qarabağ müharibəsi zamanı baş vermiş ən ağır və faciəli hadisələrdən biridir. Hadisə Xoçalı şəhərində baş verir. 1991-ci ilin sonlarından etibarən Xoçalı şəhəri mühasirə vəziyyətində idi. Şəhərdə gedən yollar bağlanmış, elektrik enerjisi, qaz və ərzaq təminatı kəsilmişdi. Əhali çox çətin şəraitdə yaşayır. Şəhərdə minlərlə mülki sakin, qadınlar, uşaqlar və yaşlı insanlar var idi. Xoçalı ərazisi baxımından mühüm sayılır. Çünki bölgələrdə yeganə hava limanı burada yerləşir. Bu səbəbdən şəhər tez tribunlara məğlub qalır. 1992-ci ilin fevralın 25-dən 26-da keçən gecə şəhərə silahlı hücum edildi. Şəhər artan bir atəşlə tutuldu. Sakinlər canlarını qurtarmaq üçün meşələr və dağ yolları və qaçmağa məcbur qaldılar. Şəhərdə qısmətlərdən mülki əhali atəşə tutuldu. Nəticədə çox sayda insan həlak oldu və yaralandı. Hadisə zamanı ailələr parçalandı. Uşaqlar valideynlər isə öz övladlarını itirdi. Azərbaycanın rəsmi məlumatına görə 163, 613 nəfər həlak oldu. Onlardan 63-ü uşaq, 106-sı qadın, 70 nəfər yaşlı kişi idi. Bindən çox insan yaralandı. 1275 nəfər əsir götürüldü. 150 nəfər tarihi uzun müddət namayın qaldı. Bu hadisə nəticəsində Xoçalı şəhəri tamamilə işğal edildi və əhali didərginə düşdü. Azərbaycan xalqı bu hadisəni soyqırım kimi qiymətləndirdi və hər il 26 fevral onun günü kimi qeyd olundu. Bir sıra ölkələr və beynəlxalq təşkilatlar Xoçalı hadisəsini qətliyam və insanlığa qarşı cinayət kimi tanıyırlar. Xoçalı faciəsi Azərbaycan tarixinə dərin iz buraxmış, xalqın yaddaşında ağır bir hadisə kimi qalmışdır. İkinci Qarabağ müharibəsinin nəticəsinə əsasən 10 noyabr 2020-ci il tarixi bəyanata uyğun olaraq nəzarətimiz altındadır. Bir şəhər var, Xoçalı, dağları uca boylu. İndi o bizə baxır, gözlərindən yaşlar. Mən elə balacayam, amma çox ağlayam. Xoçalı qəlbimdə həmişə saxlayacaq. O bizim doğma yerini heç vaxt sönməz nurumuz. Xoçalım, azad şəhər, bitdi artıq o kədər. Şəhidlər ölmür. Onların ruhu daim vətənin övladlarının başının üstündə gəzir. Bu sözləri eşidən Aslan fikirləşdi. Bəs atam gəlib bizi niyə tapmır? Telli düşündü. Mən şəhid babamı ancaq yuxumda görürəm. Paşa dedi. Yəqin anamın da ruhu hardasa buralardadır. Bu söhbət bir anda qəsəbənin bütün uşaqlarına yayıldı. Axı bu qəsəbə köçkün ailələri üçün tikilmişdi. Kəlbəcər, Laçın, Xocalı, Şuşa, Ağdam, Zəngilan qaçqınları burada yaşayırdılar. Meşəliyin içində tikilən qəsəbənin ortasında məktəb binası ucalırdı. Fəridə müəllimənin özü də köçkün idi. Bu məktəbdə dərs deyirdi. Tənəffüsdə hamı Aslanın başına yığıldı. Neydək ki onlar bizi görsünlər,
Bəlkə qəsəbə mekanın içindədir, ona görə görmürlər. Bu söz Aslanın ağlına batdı. O, böyük bir kağız parçası götürdü, qarğı kəsdi və nəhəng bir çərpələng düzəltdi. Çərpələngin üstünə yaxınları şəhid olan uşaqlar öz adlarını yazdılar. Aslan, Çiçək, Qərənfil, Telli, Paşa, uzun bir siyah alındı. Tellinin anası isə adı yazmadı. Bir dovşan şəkli çəkdi. Ana, neyniyirsən? O nədir çəkirsən? Telli marağını gizlidə bilməyib soruşdu. Mən Xocalıda oxuyanda bütün dəftərlərimin üstündə bu dovşanı çəkmişəm. Mənim atam, sənin baban həmin bu şəkli görən kimi tanıyacaq. Biləcək ki, biz buralardayıq. Aslan çərpələngi havaya buraxdı. Göydə qanad çalan çərpələng nəhəng qağayıya oxşuyurdu. Çərpələngin altında qırmızı hərflərlə yazılan "Biz buradayıq" sözləri aydınca oxunurdu. Uşaqların adları və balaca dovşan şəkli də kiçik muncuqları xatırladırdı. Şəhid ruhları bu adları hökmən oxuyar. Xocalı faciəsində dünyasını dəyişmiş 63 uşağa əsr edilir. 8 yaşında olan Çobanova nəzakət xatirəsinə, 5 yaşında itkin düşən Əliyev Səlim xatirəsinə, 13 yaşında Quliyev Duralı xatirəsinə, 8 yaşında itkin düşən Əliyev Elgiz xatirəsinə, yaş yarım Əliyeva Yeganə xatirəsinə, 5 yaşlı Zəfərov Sani xatirəsinə, 11 yaşlı Ağlayova Nərmin xatirəsinə, 9 yaşlı Ələkbər Səxavət xatirəsinə, 16 yaşında itkin düşən Qəmbərov Sumuca xatirəsinə, 7 yaşında Ağlayova Sümüc xatirəsinə, 7 yaşında Qəmbərov Əsmirə xatirəsinə, 4 yaşında Yusufova Natavan xatirəsinə, 10 yaşında Ağlayeva Allahverdi xatirəsinə, 8 yaşında Quliyev Şükürü xatirəsinə, 6 yaşında Yaş yarım Həsənova Aygün xatirəsinə, 8 yaşında Nəbiyeva Barak xatirəsinə, 6 yaşında Vəliyev Ağasev xatirəsinə, 4 yaşında Elgün Həsənova xatirəsinə, mənim xalam Xocalıda itkin düşən 4 yaşında Xəlilova Lalə xatirəsinə, 3 yaşında Vəliyeva Güldarə xatirəsinə, 2 yaşında Orucova Xəyarə xatirəsinə, 1 yaşında itkin düşən Səfiyev Sərvan xatirəsinə, 10 yaşında itkin düşən Əliyev Elçin xatirəsinə, 10 yaşında itkin düşən Ağayev Qusal xatirəsinə, 11 yaşında itkin düşən Əliyev Səbuhinin xatirəsinə, 6 yaşında Zeynalova Aynala xatirəsinə. Orucova Nağəvən xatirəsinə 1 dəqiqə sükutla yad edək. Allah rəhmət eləsin. Çərpələngləri onların xatirəsinə uçurdaq. Fevral o kanlı gece, büyük bir facia gördü Xocalı. Yer göyde ağladı onun halına, virane şehre döndü Xocalı. İpi başkasında olan düşmanlar o gün Xocalı'ya hücum ettiler. Ne koca ne kadın uşaq demeden yüzlerle məsumu şehit ettiler. İşkence verdiler, əzab verdiler, belə vəhşili tarix görmədi. Ne kadar körpələr yetim kaldılar, çoxunun taleyi heç bilinmədi. Belə faciəni unutmaq olmaz, bu bir soyqırımdı dünya sussa da. Misli görünməmiş bu vəhşiliyi bizler unutmarıq, kim unutsa da. Cezasız kalmadı bunu edenler, mərd oğullarımız hesap sordular. Qisas kıyamete kalmayacaktı, bunu katiller unudurdular.
hesap sordular. Qisas qiyamətə qalmayacaqdı. Bunu qatillər unudur.